Salam dəyərli şagirdlər və əziz biologiya sevərlər. Bugün sizinlə növbəti genetika məsələsinə izahına baxacağıq. Demək, məsələdən bizə nə deyir? Çoxalma mərhələsinə daxil olan böyük A, kiçik A, böyük B, kiçik B genotipli ilkin cinsi hüceyrə 3 dəfə mitoz bölünmə keçirmişdir. Demək, uşaqlar, 3 dəfə bölünmə keçirdibsə, bir hüceyrədən ikisindən 4-ü, 4-ündən isə 8-i əmələ gəlmişdir. Biz bilirik ki, yetişmə zonasına daxil olan hər bir hüceyrədən 4 hüceyrə əmələ gəlir. Bunlardan biri qamet, 4-ü isə, 3-ü isə yönəlci cisimcik olur. Ona görə də bunu vururuq 4-ə, 8 hüceyrəni, 32 hüceyrəmiz alınmış olur. Bu 32 hüceyrədən də demək, birinci qametləri alaq. Böyük A, kiçik A, böyük B, kiçik B ilə hansı qametləri alınır? Böyük A, böyük B qameti, böyük A, kiçik B qameti, kiçik A, böyük B qameti, kiçik A, kiçik B qameti alınır. Bu qametlərin də hər biri, demək 32 hüceyrəmiz, biz bilirik ki, 8 ədəd böyük A, böyük B qameti, 8 ədəd böyük A, kiçik B qameti, 8 ədəd kiçik A, böyük B qameti və 8 ədəd kiçik A, kiçik B qameti olmuş olacaqdır. Bizə indi məsələdə nə soruşur? Deyir ki, həmin qametlərin 5-i yaşama qabiliyyətinə malik olmazsa, minimum neçə qamet A, B genotipli olar? Bunu bilmək üçün isə uşaqlar, demək, minimumu soruşur bizdən. Yəni, minimum neçəsi qalır? Ona görə də biz bütün qametləri, məhv olmuş qametlərin hamısını böyük ya kiçik bir genotipli götürürük ki, bizim əlimizdə minimum sayda böyük ya kiçik bir qameti olmuş olsun. Demək, cavabımız 3. Sağ olun. Gələn görüşlərə dək.